Fəthullayev Eynullah Eminoğlu, Real Azərbaycan və Gündəlik Azərbaycan qəzetlərinin təşkilçisi və baş redaktoru. Hansısa bir siyasi partiyanın üzvüsünüz? Xeyr. Ümumiyyətlə 90-cı ildən bu günə qədər sizə təzyiqin hansı növləri olub? Yəni burada mən biraz yenə dedim ki, formal olub. Məsələn, başlayaq. Anonim zəng olub sizə? Olub. Döyülmə? Olub. Təhqir, şantaj? Olub. Hədə, qonumlara və yaxınlara təzyiq? Bütün bunların hamısı olub. Peşə fəaliyyətinizlə bağlı hesabatını aparmamısınız ki, sizə nə qədər təzyiqlər olub? Bu onlarla ola bilər, yüzlərlə ola bilər və yaxud da aparmışsınızsa konkret rəqəm bilirsiniz? Yəni, hardasa mən deyə bilərəm ki, yüzlərlə olubdur. Biraz bunu keçək, deməli, tarixlərinə. Buyurur. Mümkünsə, başlayın 90-cı ildən bu günə qədər, yəni qısa nə vaxt, hansı hadisəyə görə? Peşəkar jurnalistika 1998-ci ilin sonlarından deməli, qədəm qoymuşam, başlamışam. Baxmaraq ki, onun əvvəllər də deməli, metodik olaraq yazılarla çıxış edirdim, amma məhz peşəkar jurnalistika 98-ci ildən etibarən fəaliyyətə başlamışam. INS televiziyasında nəzər nöqtəsi verilişinin aparıcısı olmuşam və İctimai Siyasi Büronun redaktoru olmuşam. Deməli, o zaman Azərbaycanda bilirsiniz ki, belə bir ənənə yaranmışdı. Jurnalistləri əskərliyə, əskəri xidmətə göndərirdilər. Belə bir cəza çəkmə müəssisəsi kimi cəbhə bölgəsinə. Birinci, deməli, Hacı Zamin göndərilmişdi. Hacı Zamin'dən sonra mən göndərildim. Sonra Fazil Qəzənfəroğlu və digərləri. 2000-ci ildə məni əskəri xidmətə göndərdilər. İl yarım orada olandan sonra deməli, qayıtdım Bakıya. Mən bir aydan sonra məhkəməyə verildim və Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2001-ci il tarixli qərarı ilə axtarışa verildim. Məcbur oldum, qısa müddətə mühacirətə gedim. Moskvada oldum mühacirətdə 2 ay. İddiaçı prezident aparatının rəhbəri Ramzi Mehdiyev idi. Deməli, ondan sonra yadınızdadırsa Şahbaz Xudoğlu və Elmar Şirəf olandan sonra mühacirətdən qayıtdım və Monitor jurnalında fəaliyyətə başladım. Fəaliyyətə başlayandan sonra, təqribən 2 ay sonra 2002-ci ilin aprel ayında Müdafiə Naziri Səfər Əbiyev məni məhkəməyə verdi. Xatirələrimə görə, əskəri zamanı olan əskəri xatirələrimə görə və Yasamal Rayon Məhkəməsi qərarı ilə 1 il şərti cəza aldım və $50.000 məbləğində cərimələndim. Bunun əsasında məhkəmə icraçıları mənim valideynlərimin evində inventarlaşma apardılar və indiyə qədər hər ay 10.000 manat, indi 2 manat Səfər Əbiyevə ödəyirəm. Bundan savayı 2003-cü ilin oktyabrında Azadlıq meydanında hücum olundu mənə və Nazım Nağıyevin göstərişi ilə Sabah rayon polis idarəsinin rəisi bir qrup deməli, banditizmin əməkdaşları hücum elədilər və hardasa bir yarım saat ərzində bugün qaladılar. Yəni, dostların köməyi ilə meydandan çıxa bildim. Xidməti borcumu yerinə yetirirdim. Deməli, Monitor jurnalında. Bunda Monitor jurnalında idi. Yəni 2002-dən Elmar Şirəfin qədrinə qədər Monitor jurnalında fəaliyyət göstərmişəm və ondan savayı deməli 2004-cü ildə mənə sui-qəsd olunub Daxili İşlər Nazirliyinin qarşısında iyulun 27-sində dəqiq tarixində sevirəm. Deməli, armaturla zərbə yedirmişdilər. Təsadüf nəticəsində sağ qaldım. Stasionar müalicə aldım xəstəxanada. Faktla bağlı cinayətçi qaldırılsa da, amma Daxili İşlər Nazirliyində var idi. Düz Daxili İşlər Nazirliyinin qarşısında idi. Zevin, Eşel küçəsində, Hacıv küçəsində. Hacıv küçəsində, düz şəhərin mərkəzində günorta çağı idi. Bundan sonra 2003-cü ildə Yasamal polis idarəsinin əməkdaşları evimizi mühasirəyə alıb bizi axtarırdılar. O zaman mən və rəhmətli Elmar Hüseynov birlikdə Monitor jurnal baş redaktoru birlikdə
Norveç səfiri Steinar Gill'in evində gizlənmişdik bir gün ərzində. Ondan sonra həbs olunsam da 2 gündən sonra buraxılmışım beynəlxalq təşkilatların tənzimi ilə. Deməli, sonradan bizi məhkəməyə vermişdi Monitor jurnalında hələ Siyavuş Novruzov, deputat Zəlimxan Yaqub, məni və Elmar Hüseynov birlikdə və şərifli qaydada bizdən biri $30.000, biri bir də $50.000 təzminat tələb edirdi. 2005-ci ilin martın 2-də Elmar Hüseynov qətlə yetiriləndən sonra İran Azərbaycan qəzetini təsis etmişəm və İran Azərbaycan qəzetində fəaliyyət göstərdiyim zaman ilk dəfə Hacıbala Abdalov tərəfindən məhkəməyə verilmişəm. Məhkəmə qərarı ilə $30.000 ABŞ cərimələnmişəm, məbləğində cərimələnmişəm. Sonra deməli bizi məhkəməyə verib Müdafiə Nazirliyinin əməkdaşları, daha doğrusu Kəşfiyyat Dairəsinin əməkdaşları Can Mirzə Mirzəyev bizim əməkdaşı deməli izləyərkən onları biz ifşa etdik, yaxaladıq. Ondan sonra onlar məhkəməyə verdilər, qəzeti cərimələdilər. Sonra deməli bizim məhkəməyə verən Ramil Yusufov oldu, Daxili İşlər Naziri. Yasamal Rəvi Məhkəməsinin qərarı ilə $20.000 ABŞ yerində cərimələndik və yenə də şərti həbs cəzasına məhkum olundum. 2 il şərti həbs cəzası alındım. Ondan 2 ay sonra mənim atam naməlum adamlar tərəfindən oğurlandı. Beynəlxalq təşkilatların hesabatında var. 2006-nın oktyabrında və tələb irəli sürüldü ki, mən qəzeti bağlayayım və məcbur oldum İran Azərbaycan qəzetinin nəşrini 2 ay müddətində deməli dayandırım, fasilə elan edim. Sonra atam azad olundu. İran Azərbaycan qəzeti təsis olunandan sonra deməli prezidentin qudası Araz Ağalarov məhkəməyə verdi bizi. Amma sonradan deməli tələb etdik ki, biz təqzib çap edək. Təqzib çap edəndən sonra iddiasını geri götürdük. Xüsusi ittiham qaydasına da vermişdi. Bizdən $50.000 da tələb edirdi. Yox, üzrə 20.000 manat tələb edirdi. Və deməli, martın əvvəllərində bizim evə 2 dəfə zəngi olub, hədəliyiblər, anamı hədəliyiblər. Bəli. Martın əvvəlində və tələb bildiriblər ki, ölümlə hədəliyiblər məni. Ki, jurnalist fəaliyyətimə son qoymasam, məni öldürəcəklər, ölümlə hədəliyiblər. Deməli, faktla bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət etsəm də, cinayət işi başlanılsa da, yenə də cinayət işi açıq qalıb və cinayətkarlar yaxalanmayıb və ən nəhayət, güya ki, mən Xocalıları təhqir etdiyimə görə növbəti məhkəmə prosesi başlanıb mənə qarşı hakimiyyət tərəfindən və televiziyalarda total təbliğat aparılıb. Mən erməni cəsusu, erməni xüsusi orqanlarının əməkdaşı kimi ittiham edib dövlət televiziyası, eyni zamanda Yasamal Rayon Məhkəməsinin qərarı ilə Gündəlik Azərbaycan və Real Azərbaycan qəzetləri və məni, hər birimizi 10.000 manat məbləğində cərimələyiblər. Cəm halda 30.000 manat və indi də hazırda mənim həbsini tələb edir. Bu məsələ ilə bağlı həm də mənə Milli Təhlükəsizlik Nazirliyinə çağırıb bildirdilər.